Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz bildiyimiz kimi coğrafiya 7-ci sinif. Deməli, bildiyimiz kimi KSG 8-dir. 7-ci sinif üzrə KSG 8-dir. Elə isə çox vaxt itirmədən testimizin izahına keçid alaq. Deməli, sual bir belədir. Ölkələrin aid olduğu tarixi coğrafi regionlara uyğun olaraq qruplaşdırın. Bildiyimiz kimi İtaliya harada yerləşəcək? İtaliya yerləşir Qərbi Avropada. Braziliya Latin Amerikasında, Hindistan Cənubi Asiyada, Nigeriya isə Afrikada yerləşmiş olur. Yəni tarixi regionlar üzrə bölgüsü belədir. Əlavə olaraq deyək ki, İtaliya Apennin yarımadasında yerləşir. Braziliya bildiyimiz kimi Latin Amerikasının böyük dövlətdir. Əlavə məlumat olaraq desək, Hindistan Hind yarımadasında yerləşir və bildiyimiz kimi Hind okeanının çıxışı var. Nigeriyada bildiyimiz kimi Afrikada əhalisinin sayına görə ən böyük dövlətdir Nigeriya. Özdə əhalisinin sayına görə Braziliyadan sonra 6-cı yerdə 7-ci yerdə qərarlaşmışdır. 5-ci yerdə Pakistan oldu. Bildiyimiz kimi Braziliyanın keçdi sonra Braziliyanın ilə özü. Ən son 7-ci yerdə isə Nigeriyadır. Beləliklə, bu birinci test belədir. İndi isə keçid salaq ikinci testin izahına. İkinci test belədir. Türk dövlətlərinin xəritəsinə əsasən ölkələrin adlarını müəyyən edin. Birinci əlbəttə şansı olacaq. Birinci Qazaxıstandır və ərazisinin böyüklüyünə görə ən böyük 9-cu ölkədir dünyada və ən böyük türk dövləti hesab edilir. Bildiyimiz kimi ölkənin Xəzər dənizinə və Aral gölünə də çıxışı var. İkincisi Türkmenistandır. Türkmenistan bildiyimiz kimi özü cənubda İranla qonşudur. Qərbdə isə Xəzər dənizinə çıxışı var və belə deyək ki, qaz istehsalatına görə isə dünyada türk dövlətlərinin içərisində ən çox qaz ehtiyatı olan ölkədir. Üçüncü yerdə Türkiyədir. Türkiyə ən çox turizm qəbul edən türk ölkəsidir və ölkə Kiçik Asiya yarımadasına yerləşir. Paytaxtı İstanbul isə Avropanın ən böyük şəhəri hesab edilir. Yəni ki, ən böyük şəhəri bildiyimiz kimi paytaxt Ankaradır Türkiyənin. Ən böyük şəhəri isə İstanbuldur və Avropanın ən böyük bildiyimiz kimi şəhəri hesab edilir İstanbul şəhəri. Dördüncü yerdə isə, yəni D variantındakı isə Özbəkistandır. Bildiyimiz kimi Özbəkistanın sadəcə və sadəcə Aral gölünə çıxışı var. Ölkənin bir sıra vilayətləri, o cümlədən Fərqanə vilayəti ölkənin inkişaf etmiş vilayətlərindən biri hesab edilir. Buna əlavə olaraq Ürgənc, Xarəzm, Buxara kimi paytaxt Daşkənd olmaq üzrə digər şəhərlər də xeyli inkişaf etmiş sənaye şəhərlərinə çevrilmişdilər. Beləliklə, deməli, türk dövlətlərin adları birinci Qazaxıstan, ikinci Türkmenistan, üçüncü Türkiyə, dördüncüsü Özbəkistan oldu. Sual 3. Sual 3-ü biz belə eləyək. Sual 3 biraz çox qarmaqarışıq vəziyyətdə düşmüşdü. Üçülükdən kənar olan ölkəni işarələyin və üçlüyü birləşdirən ümumi cəhəti qeyd edin. Birincisi Hindistandır, ikinci ABŞ-dır, üçüncü Yaponiyadır, dördüncüsü də Nigeriyadır. Biz baxaq görək. Hindistan çox böyükdür, Nigeriya da böyükdür, ABŞ da böyükdür. Amma dördü də əhalisinin sayına görə çox irəlidədir. Nigeriya 200 milyonu keçib, Yaponiya 120 milyondur, ABŞ 330 milyondur, Hindistan isə 1 milyar 400 milyondur. Yəni artıq. İndi qeyd edək ki, Hindistan federativ respublikadır. ABŞ federativ respublikadır. Nigeriya da federativ respublikadır. Yaponiya unitar monarxiyadır. Bu üç dövlət, biz bunu bir çox oxşar cəhət tapırıq. Yaponiya məsələn bu üç dövlətdən fərqli olaraq nədir? Monarxiyadır. Monarxiya. Bunu da qeyd edə bilərik. Bundan əlavə Yaponiya bu üç dövlətdən fərqli olaraq nədir? Unitardır. Hindistan, ABŞ, Nigeriya həm respublikadır, həm də ki, həm respublika oxşar xüsusiyyətini yaza bilərsiniz, həm də ki, bu üçlüyü birləşdirən amil federativ respublika olmalı, federativ olmalarıdır. Yəni elə federativ yazsaz kifayət eləyər. Nəysə, dördüncü suala keçid alaq. Şimali Amerika və Şimali Afrika əhalisinin aid olduğu dilləri müəyyən eləyək. Altay bildiyimiz kimi Şimali Afrikaya aiddir. Hind-Avropa Şimali Amerikaya aiddir bildiyimiz kimi. Ural da Şimali Amerikaya aiddir. Şimali Amerika dil qrupuna aiddir. Hami-Sami isə bildiyimiz kimi Şimali Afrikaya aiddir. Deməli, Şimali Amerikaya olanlar Hind-Avropa, Ural, Şimali Afrikaya uyğun olanlar isə Altay və Hami-Sami dil qruplarıdır. Deməli, sual 5. Əhalinin sıx yerləşdiyi və seyrək yerləşdiyi məntəqələri qruplaşdırın. Deməli, birincisi bir hardadır?
bir tapaq. Bir Rusiyanın belə deyək ki, şimal zonasına yaxındır. Şimal zonası da əlbəttə ki, nə olacaq? Seyrək məskunlaşmadır. Bir seyrəkdir. Çünki çox soyuq zona var, həm də ki, dağlıq ərazi olduğuna görə orada yaşam demək olar ki, çox pis vəziyyətdədir. 2-yə baxaq ki, təxmini olaraq Qərbi Avropanın mərkəzinə düşür. Bunu hansı ölkə ilə bağlamaq olar? Təxmini olaraq Polşa ilə bağlayaq. Polşada əhali yaxşı məskunlaşıb, yəni sıx məskunlaşıb, onu qeyd edirik. 2 sıx məskunlaşma zonasına aiddir. 3-ə baxaq Səudiyyə Ərəbistanı. Səudiyyə Ərəbistanda əhali çox seyrək məskunlaşmışdı. Ölkənin böyük bir qismində isə səhralığın mövcud olması əhalinin artıq sadəcə sahil zonası bölgələrdə məskunlaşmasına imkan verir. 4. Rusiyanın demək olar ki, ən uca nöqtəsi, ən uzaq nöqtəsi demək istəyirəm. Aşağı hissəsi isə bildiyimiz kimi Vladivostok torpaqlarıdır. Bildiyimiz kimi Yaponiyaya yaxın olan hissələr. Bu tərəfdə əhali demək olar çox az məskunlaşıb. 4 də seyrək zonaya aid edildi. 5-ə baxaq. 5 Hindistandır. Şübhəsiz ki, Hindistandan olacaq. Əlbəttə ki, əhali sıx məskunlaşmışdı. Əhalisinin sayına görə dünyada 2-cidir və 2027-ci ildə Çini keçəcəyi də ehtimal olunur. Sual 6 nömrəli isə bildiyimiz kimi İndoneziyadır. İndoneziyada isə əhali sıx məskunlaşmışdı. Çünki İndoneziyanın məhz elə Jakarta şəhəri paytaxtı dünyanın ən böyük 10 megapolis şəhərləri sırasına daxil edilmişdi. Əhalisinin sayına görə əhalisinin sayı sadəcə Jakartanın əhalisinin sayı 25 milyondan çoxdur. Ümumi 270 milyon əhalisi var İndoneziyanın. Deməli, sıx məskunlaşma zonasına 2, 5, 6, seyrək məskunlaşma zonasına 1, 3, 4 aid edildi. Sual 6-ya keçid alaq. Kontur xəritə üzərində deməli, rəqəmlərə uyğun gələn dövlətlərin adlarını və ona uyğun əlamətləri neyniyək? Deməli, cədvələ əsasən tamamlayaq. Deməli, bir haradır? Kanadadır. Ölkənin adı Kanada. İdarəetmə quruluşu əlbəttə ki, federativdir. İnzibati ərazi bölgüsü Kanada bildiyimiz kimi nədir? İnzibati ərazi bölgüsü cəhətdən idarəetmə quruluşuna görə bildiyimiz kimi deməli, federativ monarxiyadır. Kanada federativ monarxiyadır və əhalisinin sayına görə nədir? İdarəetmə quruluşu bildiyimiz kimi belə deyək ki, idarəetmə quruluşu monarxiyadır. İnzibati ərazi quruluşuna görə isə federativdir. Əhalisinin sıxlığı isə çox azdır. Cəmi ərazisi 10 milyon kvadrat kilometrdir. Əhalisi isə 35 milyondur. Bu da hər bir kvadrat kilometrə 3-4 nəfər arası adam düşür. Bu isə çox kiçik bir göstəricidir. 2 Braziliyadır. İdarəetmə quruluşuna görə bildiyimiz kimi Braziliya respublikadır. İnzibati ərazi bölgüsü cəhətdən isə federativdə onu da qeyd edək. Əhalisinin sıxlığı isə yüksəkdir. Braziliya əhalisinin sayına görə 5-ci yerdədir. Onu da qeyd edək. 6-cı yerdədir. 6-ya düşdü bildiyimiz kimi. Əhalisi təxmini olaraq 216 milyon nəfərdir. 3-ə baxaq. 3 Çin Xalq Respublikasıdır. Və Çin Xalq Respublikası adından da məlum olduğu kimi idarəetmə quruluşu respublikadır. İnzibati ərazi bölgüsü cəhətdən isə unitardır. Unius sözündən götürülmüşdür. Unitar və mənası da tək vahid deməkdir. Bildiyimiz kimi əhalinin sıxlığı isə əlbəttə ki, nə olacaq? Yüksək olacaq. 4-cü İndoneziyadır. Əslində əhalinin sıxlığı Çində, yəni məsələn Çinin əlbəttə ki, daha çox şərqində məskunlaşma çoxdur. Qərb torpaqlarında, Sinsiyan uyğun Muxtar vilayətində məsələn əhalinin sıxlığı azdır. Amma ölkənin sahil zonası şəhərlərdə Pekin, Nançin, Çiyannin, Şanxay kimi iri şəhərlərdə əhalinin sayının Pekinlə və Şanxayda elə əhalinin sayı 30 milyona çatmışdır. Və ən böyük 20 megapolis şəhərlər içərisində daxil edilmişdir Çinin məhz 2 şəhəri. 4-cü yerdə isə bildiyimiz kimi İndoneziyadır. İndoneziyada bildiyimiz kimi əhalinin sıxlığına görə yəni yüksək yerdədir. Əhalisinin sayı 270 milyondur. Ərazisi 2 milyon kvadrat kilometrdir təxmin olaraq. Bu isə hər kvadrat kilometr başına 135 nəfərin düşdüyünü qeyd edir. Sonra, yəni İndoneziyada da əhalinin sıxlığı çoxdur. İndoneziya, ölkənin adı İndoneziya oldu. İdarəetmə quruluşuna görə respublikadır. İndoneziya Respublikası inzibati ərazi bölgüsü cəhətdən də bildiyimiz kimi İndoneziya federativ deyil, unitar respublikadır bildiyimiz kimi.
Ümumiyyətlə Pakistandır, Hindistandır, sonra Avstraliyadır. Bu ərazilər bildiyimiz kimi nədir? Yəni federativ torpaqlarda əhalinin sıxlığı İndoneziyada bildiyimiz kimi nə oldu? Əhalinin sayı sıxdır, yəni əhalinin sıxlığı çoxdur. Beləliklə sonuncu 7-ci yerdə keçid alaq. Təsəvvür edin ki, siz xarici ölkələrin birinə qonaq gəlmisiniz və orada Azərbaycan Respublikası barəsində qısa məlumat verməlisiniz. 5 cümlədən ibarət bir esse yazın. Azərbaycan Respublikası Qafqazda yerləşən əhalisinin böyük bir qismi İslam dininə sitayiş edən bir ölkədir. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikası bildiyimiz kimi əhalinin sayı təxmini olaraq 10 milyondur, ərazisi 86.600 kvadrat kilometrdir. Ölkəmizin tarixi dövlətləri, tarixi torpaqları isə daha böyükdür. Ölkəmiz bildiyimiz kimi məhz Dağıstan torpaqlarından, şimalda Dağıstan torpaqlarından, cənubda bildiyimiz kimi Həmədan şəhəri daxil olmaqla Qızılüzən çayına qədər olan torpaqlardır. O bildiyimiz kimi qərbdə Şərq Anadoludan və Kərkük torpağından başlamış, məhz qərbdə, şərqdə isə Bakı şəhərini əhatə edir. Yəni böyük bir ərazini əhatə etmişdi. Azərbaycan hal-hazırki dövrdə Azərbaycan əvvəlki dövrlərdə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemi vardı. Lakin 2020-ci ildə müharibə zamanı, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz düşmənin ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazisinin 20%-i işğaldan azad edildi və ölkəmiz tam olaraq əvvəlki sərhədlərinə, 91-ci sərhədlərinə qayıtdı.